Bəli, canlı yayımı qoşmuşam. Hər kəs buradan da qoşula bilər və öz qruplarına da xəbərdarlıq eləyə bilər ki, kimlər ki burada gəlib iştirak eləyə bilməyib, onlar da qoşulsunlar. Hər kəsi salamlayıram. Həm bizə Instagramda canlı yayımda qoşulanları və eyni zamanda burada canlı olaraq bizlərlə bir arada olan VIP Life ailəsi. Xoş gördük hər birinizi. Bugünkü təlim bilirsiniz ki, bizim yeni seriyamız, hansı ki professional saç xətti olan TNL brendinə aid olacaq. Amma bu dəfə təlimimiz bizim tamam fərqli bir yönündə olacaq. Çünki biz artıq alışmışıq ki, təlimləri siz mən tərəfdən görəsiniz, amma bu dəfə dəyişiklik etdik. Sizin üçün bir texnoloq dəvət etmişik ki, hansı ki TNL brendinin Azərbaycandakı rəsmi texnoloqu Vüqar İsmailov. Gəlin alqışlarınızla Vüqar bəyi dəvət edək. Hər kəsi salamlayıram. İlk öncə gəlin tanışalım. Mən Vüqar İsmailov. Tək TNL Professional yox, Alfa Park Milano Professional'da Azərbaycandakı rəsmi texnoloqiyam. TNL Professional haqqında bugün sırf sizin üçün sadəcə seminar olaraq yox, həm də masterclass olaraq nümayiş eləyəcəyik. Yəni, saçda göstərəcəyik ki, məhsul nə üçündür. Sadəcə TNL haqqında onu deyə bilərəm ki, digər məhsullarla səhv salmayasınız. Niyə? Çünki TNL Professional bir professional brenddir və demək olar ki, salon məhsuludur. Və hal-hazırda sizin üçün təqdim olunur. Yəni, salonda olan baxım, hansı üçün gedirsiniz salona, baxım eləyirsiniz saçınızda, birbaşa artıq sizin əlinizdədir. Yəni, rahatlıqla artıq bu baxımın hamısını evdə öz saçınız üçün görə bilərsiniz. TNL brendi tək bu məhsullarla kifayətlənmir. Yəni, TNL brendi çox böyük bir brenddir. TNL brendi haqqında danışsaq, TNL brendi 90-cı illərin sonunda yaranan brendlərdən biridir. TNL brendi haqqında danışsaq, TNL brendi 90-cı illərin sonunda yaranır və TNL brendi ilk olaraq dünya bazarına dırnaq sektoru ilə daxil olur. Yəni, ilk dırnaq ustaları üçün yaradır məhsullarını. Əgər salona dırnağa nəyəsə gedirsinizsə, TNL brendinin laklarını və s. görə bilərsiniz. Yəni, TNL Professional. TNL Professional 2000-ci illər başladığı zaman, 2010-cu illərə doğru getdiyi zaman TNL brendi artıq bir dənə qərara gəlir ki, artıq sadəcə dırnaq yox, saç sektoruna da daxil olsun və artıq saç sektoru ilə başlayır saç məhsullarını istehsal eləməyə. Sadəcə TNL brendi istehsal etdiyi zaman TNL brendi öz məhsulunu, yəni ixtira eləyin bu məhsulu istehsal eləyə, istifadəyə buraxaq və s. elə eləmir. Yəni TNL brendinin zavodunda şəxsən özüm olmuşam və brendin şəxsən necə yarandığı və nətər bazara gəldiyi haqqında məlumatımız var. Yəni, TNL brendi yarandığı zaman bir məhsulu yaratmaq üçün illər gedir. Həmin məhsul yaranır, biz texnoloqlara təqdim olunur və yaxud ustalara, hər hansısa kiməsə təqdim olunur. Rəylər tam rəy yığdıqdan sonra və məhsul doğrudan da keyfiyyətini tamamlayandan sonra həmin məhsul istehsalata buraxılır. Yəni, məhsul əgər rəy qazanmırsa və bəyənilmirsə, təbii ki, istehsalata buraxılmır. Misal üçün, Azərbaycanda bizim üçün təqdim olunan zaman TNL-in məhsulları bizə göndərilir. Bəzi məhsullarda qoxu, konsistensiya nəsə bəyənməsək, avtomatik olaraq TNL-in zavoduna birbaşa məktub və yaxud nəsə göndəririk ki, həmin məhsulda qoxu, konsistensiya nəsə bəyənməsək, dəyişiklik eləyin. TNL brendində ən böyük üstünlüyü odur ki, sırf öz müştərilərinə və təmsilçilərinə həmişə qulaq asır və həmin məhsulu daha da üstün eləmək üçün həmişə yeni nəsə ixtira eləyir. Və TNL brendi hal-hazırda dünya bazarında inkişaf eləyən brendlərdən biridir. Brend sırf Rusiyada yaransa da zavodu ilə əməkdaşlıq edir. Cənubi Koreya zavodu və İtaliya zavodu. Yəni bir çox məhsullar sadəcə Rusiyada yox, həm İtaliyada, həm də Cənubi Koreyada istehsal olunur.
Bütün texnologiya, yaranma və s. əsasən İtaliyanın və Cənubi Koreyanın sırf olan texnologiya bölməsində yaranır, yoxlanılır, təsdiqlənilir, daha sonra artıq yaranmağa başlayır. Yəni TNL brendi sırf belə yaradım, onu eləyim, bunu buraxım satsınlar, elə bir şey eləmir. Yəni hər məhsulun üzərində çox dəqiqliyi ilə işləyir. Sırf saç baxımından da bizdə ən sevdiyim cəhətdən biri nədir? Elə bir məhsul olur ki, çox bəyənirik o məhsulu. Sadəcə dünya bazarında həmin məhsul aşırı dərəcədə çox baha olur, amma effekti çox gözəldir. Və yaxud elə bir məhsul olur ki, sevirik və TNL brendində də görmək istəyirik. Həmin məhsulu şirkətə təqdim edirik ki, yəni bu məhsulu sizdə də görmək istəyirik və TNL şirkəti deyir ki, yəni madəm görmək istəyirsiniz, həmin məhsulu götürürlər, laboratoriyada tam incələyib, bəzi dəyişikliklər eləyərək məhsulu daha da üstün bir formaya yaradaraq, sadəcə qiymətini sizə uyğun olaraq yaradaraq həmin məhsulu dünya bazarına təqdim edirlər. TNL brendi saç sektorundan daha sonra başlayır artıq keçid eləməyə makyaj sektoruna. Bildiyim qədər də Viplife-da hal-hazırda TNL makyaj vasitələri artıq var. Yəni sizin üçün təqdim olunubdur. Bunların hamısı sırf professional makyaj vasitələridir və demək olar ki, Rusiyada bir çox make-up ustalarının istifadə etdiyi və makyaj elədiyi vasitələrdən biridir. Yəni TNL şirkəti sadə bir şirkət deyil, sırf professional şirkətdir və sizə professional məhsullar təqdim edir. Əgər sırf makyaj vasitələrini istifadə etmişsinizsə, yəqin ki, görmüşsünüz. Digər məhsullardan tamamilə fərqlənir. Teksturası, dəriyə oturması və qalıcılığı. Niyə? Çünki şirkət sırf professional yönümdə daha çox hər şeyi yaradır. Eynisi də bugün sizə təqdim olunan sırf saç baxımları. Yəni bu baxımlar sadəcə belə sizə təqdim olunur. Yəni buna əsasən salonda istifadə edirik və biz ustalar istifadə edirik. Özüm professional ustayam, 15 ildən çox da artıq bu sektordayam. Yəni bəziləriniz məni tanıyırsınız. TNL haqqında danışsaq, bugün sırf həm məhsul haqqında danışacağıq, həm də master-klass olaraq bəzilərimizin saçında həmin məhsulları təqdim edəcəm. Yəni effekti tam görəsiniz. TNL şirkəti sadəcə məhsulun budur demir. Yəni öz məhsulundan çox əmindir və məhsul düzgün istifadə edildiyi zaman və düzgün qaydada istifadə edildiyi zaman effekti %100 görürsünüz və birinci istifadədən artıq görürsünüz. TNL məhsullarında bugün sizə təqdim olunan məhsullarda nə var? İlk olaraq başlayaq sırf Will seriyası ilə. Will seriyası keçən ilin ortalarında yaranır, yəni dünya bazarına təqdim olunur, amma ilin sonunda artıq satışa başlayır buraxılmağa. Will seriyası nədir? Will seriyası yeni inovativ bir saç baxımıdır, hansı işini sırf yaradıblar ki, salona getmədən evdə də o saç baxımınızı yarada bilərsiniz. Həmin məhsullara nə daxildir? Şampun, balzam, maska və sprey. Ölçülər həm böyük, həm də kiçik ölçüdə təmsil olunur ki, yəni müştəri birdən böyük ölçü alım, almayım, tərəddüd etdiyi zaman kiçik ölçü alıb, yoxlayıb, artıq böyük ölçüyə rahatlıqla keçə bilər. Will seriyasının əsas tərkibi keratin və laminasiyadır. Saçda keratin, belə bir şey deyim ki, bəzi vaxt müştərilərimizin səhv saldığı nədir? Saçını düzləşdirəcək və s. Xeyr, elə bir şey yoxdur. Laminasiya, düzləşmə və s. belə bir şey verir, lakin keratin tərkibli dediyimiz zaman saçınızın təbii keratini hansı ki itirilir zamandan, yəni yuyursunuz, kraska qoyursunuz, uplatka eləyirsiniz və yaxud da keratin, hər hansısa baxım eləyirsiniz. Təbii öz keratinimiz, anadan gəlmə saçda olan keratininiz bir neçə müddət sonra saçda başlayır azalmağa. Həmin o keratini də yerinə qaytarmaq üçün kakrastik Will seriyasının tərkibində olan keratin artıq başlayır bizə kömək eləməyə. Yəni saçın daxilində olan keratini yerinə başlayır qaytarmağa və saçın strukturunu tamamilə bərpa edir. Saçın strukturu ilə danışsaq, yəni saçın əsas strukturunda maddələrdən biri keratindir, melanindir və havadır. Melanin rəngimizə cavab verir, yəni saçda olan rənginiz. Rənginiz açıqdır, tündür və yaxud da nə rəngə, qırmızıya çalır, sarıya çalır. Buna melanin cavabdehdir. Eyni melanin sizin bədəninizdə də var, o bədəndə də cavabdeh olur. Yəni günəşdə yanırsınız, qızarırsınız, qaralırsınız, bu melanindir. Keratin isə sizin müdafiənizdir. Yəni saçınızı müdafiə edən hissədir. Nə qədər ki, saçla çox oynayırsınız, kraska, asvetleniya, keratin, istirahətə gedirsiniz, yayda harasa, dənizdir, xlorlu sudur, duzlu sudur. Bunun hamısı birbaşa sizin keratininə təsir edir. Keratin birbaşa saçdan yox olmur. Sadəcə saçınızı müdafiə eləyərək başlayır saçınızı müdafiə eləyir. Burada sarışın xanımlar da var kakrasdaki.
Saçınız asvetleniya zamanı yanmasın diye, kül olmasın diye, kakrast ki saçınızı ilk koruyan həmin o keratindir. Yəni bir növü sizin saçınızın müdafiəsidir. Keratin saçınızda olmasa, hər hansı kimyəvi bir maddə saçınıza daxil olduğu zaman avtomatik olaraq saçınız ofalanıb tökülə bilər. O baş verməsin deyə keratin saçınızı qoruyur. Lakin əgər asvetleniya elədikdən sonra görürsünüz ki, saçınızın ucları artıq zədəlidir, qopur və yaxud da nəsə olubdursa, deməli keratin saçda tamamilə artıq hər hansı hissədə tamamilə parçalanıb. Yəni keratin artıq yoxdur saçda. Saçın bərpası üçün də nəsə istifadə etdiyiniz zaman bizdə ustalarda bir dənə deyim var ki, yəni saç artıq yerindən qopursa onu bərpa eləməyin mənası yoxdur. Bəzi vaxt müştərilərə deyirlər ki, saç bərpa olunur ya da nəsə, xeyr, elə bir şey yox. Saç yerində elastikdirsə o saçı bərpa eləmək mümkündür. Saç qopursa artıq onu bərpa eləmək mümkün deyil. Yəni loru dildə desəm, təsəvvür edin, bir dənə yumurtanı bişirirsiniz və sizə deyirlər ki, həmin pişmiş yumurtanı çiyə çevirin. Mümkündür bu. Eynisi də saçdadır. Yəni yanmış bir saçı artıq bərpa eləmək olmaz. Bərpa eləmək necə? Biz onu bərpa eləyərik, qidalandırarıq. Sadəcə vizual olaraq görəcəksiniz ki, bərpa olub, amma bir neçə müddətdən sonra bu qayıdır yerinə. Amma saçınız zədələnməyə meyillidirsə və artıq dartınma hiss eləyirsinizsə, vaxtında üstünə düşdüyünüz zaman bəli, o saçı bərpa eləmək mümkündür. Tədricən. TNL Professional seriyasında həmin Will seriyasını istifadə etdiyiniz zaman da Will seriyasının əsas tərkiblərindən keratin olduğuna görə və laminasiya olduğuna görə nakopitelli effekt var. Yəni üst-üstə yığılır effekti. Hər dəfə yuduğunuzda, istifadə etdiyinizdə hər hansısa bir faiz keratin saçınızda qalır və üst-üstə yığılır. Və bir neçə müddətdən sonra artıq görürsünüz ki, saç tamamilə bərpa olunubdur və özünə gəlibdir artıq. Will seriyasında təqdim olunan həmin şampun, balzam, maska və sprey. Sprey sadə bir sprey deyil, saçı yüngülləşdirir, ağırlıq vermir, tərkibində termoqoruyucu var. Yəni, ütünün istiliyindən, fenin istiliyindən saçınızı qoruyur və mütəmadi istifadəyə yararlıdır. Adi sprey kimi də istifadə etsəz, yəni polnu rahatlıqla istifadə edə bilirsiniz. Will seriyasını bu gün master-klassdan nümayiş edəcəm, yəni necə istifadə olunur və saçda necə bir təsir göstərir. Farm Helper seriyasına daxil olduğumuz zaman Farm Helper seriyası TNL Professional seriyasının qürur verici seriyalarından biridir və iki seriyada təqdim olunur, yaşıl və qırmızı seriyada. Farm Helper necə yaranır? Farm Helper'ı yaratdıkları zaman sadəcə TNL Professional texnoloqları və laboratoriyası yox, Rusiyanın və dünyanın tanınmış həkimləri də başlayır burada işləməyə. Niyə? Çünki əgər diqqət etdinizsə, həmin seriya başlayır farm sözü ilə. Yəni müalicə, medikamentoz. Həmin seriya mütəmadi istifadə üçün deyil. Yəni aldım daim ancaq bunu istifadə eləyəcəm, xeyr. Sırf dəridə, saçda hər hansısa problem varsa, yəni tökülmə, qaşınma, yağlılıq, kəpək, belə bir problemlər varsa, xanımlar, bəylər daxil olmaqla, yəni bu seriya sırf xanımlar üçündür, yox. Yəni bütün seriyanın bəylər də istifadə edə bilər, xanımlar da istifadə edə bilər. Yəni hər hansısa bir problem varsa və özünüzdə yoxdur da müştəriniz bu problemlə üzləşirsə, əsasən hal-hazırda gənclərin arasında bu çox müşahidə olunur. Saçın tökülməsidir, kəpəkdir, yağlılıq da aşırı dərəcədə. Yəni ürək rahatlığı ilə verə bilərsiniz. Və Farm Helper seriyası bir şeydə sizə əmin eləyə bilərəm ki, yəni şəxsən özüm və müştərilərim də istifadə edir. İlk istifadədən sonra artıq öz təsirini başlayır göstərməyə. Yəni kəpəyi aradan götürür, yağlılığı azaldır və əgər baş dərisində hər hansısa qıcıqlanma, qaşınma, qızartı nəsə varsa bunu aradan götürür. Farm Helper seriyasının yaşıl seriyası əsasən saçda kəpəyə qarşı olsa da, bir dənə onu deyə bilərəm ki, çox mükəmməl yağlılığı da aradan götürür. Şampun, balzam, maska tərkibli və spreydən ibarətdir. Həmin maska nə üçündür? Yeganə maskalardan biridir ki, sırf Farm Helper seriyasına aidiyyatı var maskaların və skrapların. Baş dərisinə vurulur. Yerdə qalan heç bir maskanın baş dərisinə vurmaq olmaz. Balzamlar daxil olmaqla. Ondan sonra müştərilərdə deyim başlayır ki, mən balzam istifadə etmirəm, soruşuram, niyə istifadə etmirsən, saçım tökülür. Balzamın istifadə qaydası qulaq səviyyəsindən üzü aşağı saçın uzunluğuna vurur. Əgər saçınız qısadırsa, əlinizdə həll edirsiniz, saçın ucuna vurub sırazı yaxalamalısınız. Yəni çox saxlamaq olmaz. Niyə saxlamaq olmaz? Çünki baş dərimizdə poraları var. Və maska və yaxud da balzam ora daxil olduğu zaman həmin poralar başlayır yumuşalmağa, saç tökülmənizdə bunun nəticəsində baş verir. Ona görə başlayırlar müştərilər demək ki, mən balzam istifadə etmirəm, saçım tökülür. Çünki düzgün istifadə etmir heç kim.
Saçın dibinə vurulan maskalar əsasən müalicəvi maskalardır. Yerdə qalan heç bir maska balzam saçın dibinə vurmaq olmaz. Farm Helper seriyasının bütün maska və balzamları baş dərisinə birbaşa uygulanır. Niyə? Çünki sırf baş dərisi üçün yaranılıb. Farm Helper seriyasının yaşıl seriyasına toxunduğumuz zaman burada maska sizə təqdim olunan tərkibində arginin və biotin var. Arginin və biotin nə üçündür? Xanımlar əsasən, bəylərdə müşahidə olunmur. Xanımlar əsasən deyirlər ki, baş dərim yağlıdır, amma saçının ucları qupqurudur. Yağlı baş dərisi üçün hər hansısa xüsusi bir şampun və yaxud da maska istifadə olunan zaman xanımlar deyir ki, yəni bu baş dərimi qurudur, yağlılığı aradan götürdü. Lakin mənim saçımın ucları da qurudu, 2 qat qurumağa başlayır. Yəni bu baş verməsin deyə TNL Professional öz məhsulunun tərkibinə arginin və biotin də qatır. Biotin baş dərisində argininlə bir yerdə gücləşmə effekti verir. Lakin saçınızın ucunda əksinə nəmlənmə effekti verir. Yəni quruluq olan saç ucunu tadı qurutmur, əksinə nəmləndirir və qidalandırır. Həmin maska baş dərisinə vurulur. 15-20 dəqiqə ərzində baş dərisində saxlanılır və baş dərisinin tamamilə detoks effekt yaradır. Yəni baş dərisində olan qabıq, qızıqlanma, hər hansısa kəpək nəsə varsa bunu aradan götürməyə başlayır. Daha sonra müştəri başlayır istifadə etməyə mütəmadi olaraq şampunla. Yəni şampunla yuyur ki, həmin effekt tamamilə aradan götürürsün. Şampundan sonra saçınızı qurutmadan öncə istifadə edirsiniz spreyi. Yəni ən sonda kim istəsə yaxınlaşıb spreyin və yaxud da yağların qoxusuna baxa bilərsiniz. Həmin spreyin qoxusu da belə deyim, krapiva. Gicitkən kimsə nə vaxtsa qaynadıb evdə. Onun qoxusunu hiss eləmişsiniz də. Bax o qoxusunu verir. Həmin onun qaynanmış qoxusunu. Tərkibində də kstati var. Bu baş dibinə vurulur. Bütün şampunla yuduqdan sonra baş dərisinə vurursunuz. Qəşəngcə yedirirsiniz. Daha sonra saçınızı qurudur, suzuqlatka edirsiniz, nə edirsiniz rahat. Həmin bu sprey nə edir? Baş dərisində olan sebum balansı və ümumiyyətcə dəri balansını tamamilə normallaşdırır və özünə gətirir. Sadəcə bir dənə bir şey deyirəm ki, yəni bütün seriya bitdikdən sonra müştəri təkrar eyni seriyaya qayıtmır. Yəni seriya bitdi, problem aradan götürüldü. Hər hansısa digər seriyaya rahatlıqla müştərini yönəldə bilirsiniz. Farm Helper seriyasının əsas özəlliklərindən biri nədir? Müalicə dövrü sayılır. Sırf müalicə dövrü. Yəni ona görə də Farm Helper seriyası sayılır. Yəni həkimlər yaradıbdı bunu və deyir ki, müalicə olundu, bitdi. Yəni adi həkimə gedirsiniz, hər hansısa müalicə sizə yazırlar. Müalicə dövrünüz bitdikdən sonra həkim demir ki, eyni dərmanı axıra kimi qəbul edəcəksiniz. Çünki müalicəniz bitdi zaten. Eynisi də bizdədir. Həmin professional seriyaların mağazində satılan seriyalardan fərqi nədir? Head and Shoulders və yaxud da Clear kimsə istifadə edib də yəqin ki, evinizdə. Head and Shoulders və Clear'ın bir dənə özəlliyi nədir? Həmin şirkətlər hansılar sırf mağazində təqdim olunur, həmin şirkətlər öz şampunların tərkibinə natripsa maddəsi istifadə edirlər. Natripsa maddəsi nədir? Asıllıq yaradan maddədir. Yəni, istifadə edirsiniz, effektini görürsünüz. Qəşəng şampundur, söz ola bilməz. Kəpək getdi, hər şey getdi, baş dərisi yumuşaq, nəfəs alır. Sadəcə bir müddətə qədər, şampun dayanana qədərdir. Şampunu saxladınız, hər hansısa digər bir şampuna keçdiniz, kəpək 2 qat artıq qayıdır saçınıza. Və qaşıtma da 2 qat artıq qayıtmağa başlayır. Niyə? Çünki həmin maddə birbaşa başlarınızda asıllıq yaradır həmin şampuna. Natripsa. Həmin maddə sizi birbaşa həmin məhsuldan asıllıq yaratmağa başlayır. Və bəzi bəylərdən də soruşanda deyirlər ki, mən Head and Shoulders'dan başqa heç istifadə etmirəm. Nəsə istifadə edəndə başım kəpəklənir. Niyə? Çünki və yaxud da deyir Clear'dan başqa heç istifadə etmirəm. Həmin maddə o qədər sizi birləşdirir ki, özünə, yəni məndən başqa sən heç istifadə edə bilməzsən. Lakin burada o maddə yoxdur, ona görə də deyirik ki, müalicədir. Birbaşa baş dərinizi təmizləyir, kəpək, yağlılıq, hər şeyi aradan götürür. Ondan sonra rahatlıqla istədiyiniz hər hansısa məhsula keçid eləyə bilirsiniz. Yəni, sırf bunda qal, bunu istifadə elə yox. Yəni, bundan sonra hər hansısa məhsula belə keçid eləsəz, yağlılıq, kəpək və s. elə bir şey yoxdur. Yəni, sırf özümdən götürürüm, başlamışam yaşıl seriya ilə. Yaşıl seriya bitdikdən sonra mən hazırda bunu istifadə edirəm. Kəpək, yağlılıq və s. yoxdur. Halbuki ən yağlı baş dərisi mənəm.
Səhər tezdən yuyurdum, axşam saat 5-6 gəlirdim, bir də yuyurdum. Niyə? Çünki 2-3 saatdan sonra elə bil inək yağlayırdı başımı. Par-par parıldayır, saç yapığı. Əsasən papaq nəsə qoyduğumuz zaman bu baş verir, amma hal-hazırda mən kapüşonda gəzirəm bütün gün. Yəni yağlılıq və s. məndə yoxdur. Yəni 2 gündə başımı yumasam rahat gəzirəm. Amma bundan qabaq necə idi? Yəni baş dərisi daha tez yağlanırdı. Bir dənə kapüşon taxım, papaq taxım, saç yapığı. Bir neçə saatdan sonra saç par-par parıldayır. Yəni loru dildə deyirəm, yəni elə bir inək yağlayıb mən buraxım. Saç o qədər çox yapışırdı və bu bilinirdi. Halbuki səhər tezdən yumuşam başı, amma 2 saatdan sonra baxırdılar ki, deyirlər neçə gün baş yumur. Yəni bu ciddi problemdir. Yağlılığın da ən böyük problemlərindən biri nədir? Saçın tökülməsi. Saç nə qədər çox yağlanırsa, bir neçə müddətdən sonra bu artıq tökülmə ilə müşahidə olunmağa başlayır. Ona görə də baş dərisi həmişə sırf öz balansını qorumalıdır. Nə qupquru olmalıdır, nə də yağlı olmalıdır. Yəni normal bir dəri olmalıdır. Növbəti seriyaya keçdiyimiz zaman Farm Helper'in qırmızı seriyası. Bu artıq sırf tökülməyə yönəlik olan seriyalardan biridir və burada maska və skrab sizə təqdim olunur. Sadəcə həmin bu skrabın bir dənə bir özəlliyi var. Həmin skrab şəkildə yoxdur, amma burada var. Həmin bu skrab başınızı yumadan öncə oturdunuz güzgün qabağında. Baş dərisi trayektoriyası üzrə vurursunuz. Daha sonra masaj edirsiniz. Və gözləmə vaxtı, yəni heç kimi təəccübləndirməsin və s. 1 saat, 1 saat yarım gözləmə vaxtıdır. Yəni baş dərisinə vurduqdan sonra 1 saat, 1 saat yarıma qədər bu baş dərinizdə qalmalıdır. Ən sonda yumağa getdiyiniz zaman yumağınıza bir 5-10 dəqiqə qalmış, təkrar götürürsünüz. Eyni şəkildə masaj şəkli ilə bütün baş dərinizi masaj eləyərək daha sonra keçid edirsiniz artıq yumağa. Skrab və maska eyni gündə istifadə olunmur. Yəni bir dəfə skrabla eləyirik, daha sonra artıq maska ilə eləyirik. Maska da eyni skrab kimi vurulur. Başınızı yumadan öncə quru baş dərisinə maskanı uyğulayırsınız. Eyni şəkildə masaj edirsiniz. Sadəcə burada artıq vaxt dəyişir. 1 saat, 1 saat yarımı yox, 30-35 dəqiqə tamamilə yetərlidir. Daha sonra keçid edirsiniz artıq öz şampunu ilə baş dərinizi yuyursunuz. Skrabın tərkibində duz yoxdur. Ona görə də baş dərinizdə qalıntı və s. elə bir şeylər yaratmır. Şampun delikat şampun olduğuna görə tamamilə baş dərinizi zədələmədən, heç nə eləmədən artıq burada skrabdan və maskadan nə çıxıbdırsa onu yuyub aparırsınız. Daha sonra balzamı da istifadə etdikdən sonra keçid edirsiniz ukladkavıza və s. Bəylər də həmçinin istifadə edir, xanımlar da həmçinin istifadə edir. Balzamı saç dibinə uygulaya bilərsiniz. Zaten tövsiyə eləmirik. Balzam nə üçündür? Şampun və yaxud da skrabın yaratdığı hər hansısa quruluq varsa, balzam onu təmizləyir. Balzam, fluid, yağlar və spreylərin əsas funksiyası nədir? Saçın öz strukturu 3 strukturdan ibarətdir. Kutikula, korteks və medula. Medula sizin saçınızın sağlamlığına cavabdeh olan hissələrdən biridir. Korteks hər hansısa bir kimyəvi və yaxud da hər hansısa bir proses gördüyünüz zaman saçınızda dəyişiklik baş verən hissələrdən biridir. Korteksdə də əsas işləyən maddələrdən biri, yəni istifadə etdiyiniz məhsullardan biri maskadır. Boyalar, asfitleyin, keratin, zayıfka, maska bunun hamısı korteksdə işləyir. Amma kutikula saçınızın sağlamlığına cavabdeh hissədir. Yəni parlaqlığına, işıltısına, saç qıranların yaranmamasına buna kutikula cavabdehdir artıq. Və əgər şampunla yuduqdan sonra mən sadəcə maska istifadə edirəm, balzam istifadə etmirəm deyirsinizsə, kutikulanız həmişə zədə altındadır. Niyə? Çünki maska kutikulaya təsir etmir. Maska korteksə təsir edir. Kutikulanı bağlamaq üçün sizin istifadə üçün balzam lazımdır. Maskanın istifadəsi həftədə maksimum 2 dəfə istifadə edə bilərsiniz maskanı. Maskanı hər yumada istifadə etmək olmaz. Çünki maska yığıldıqca saçda ağırlıq yaratmağa başlayır. Balzamda bu yoxdur. Niyə? Çünki balzamın maskaya baxan teksturası daha yüngüldür. Saçda ağırlıq vermək funksiyası yoxdur. Yəni hər yumada balzam istifadə etmək daha məsləhətlidir. Maska həftədə maksimum 2 dəfə. Yəni saçınızda elə bir qlobal problem yoxdursa, bir dəfə istifadə etməniz tamamilə yetərlidir. Sadəcə burada artıq funksiya nədən başlayır? Balzam, kondisioner və sprey kondisioner. Yəni 2 fazlı spreylər. Bunların üçü də eyni belə deyim, sistemə malik 3 dənə məhsuldur. Sadəcə fərqləri nədən ibarətdir? Yəni, qalın saçlı bir xanım varsa, avtomatik olaraq biz balzam məsləhət görürük xanıma. Niyə? Çünki saçları qalındır, uzundur
və onları tam qidalandırmaq, bağlamaq üçün, yumşatmaq üçün balzamın teksturu onun üçün tam idealdır. Orta tipli saçdırsa, çox qalın deyilsə, nəzik də deyilsə, biz burada artıq kondisioner məsləhət görürük. Niyə? Çünki kondisioner balzamdan biraz yumuşaqdır. Və həmin orta tipə balzam da istifadə etmək olar, kondisionerdir. Amma ən çox məsləhət gördüyümüz sırf kondisionerdir. Lakin elə bir xanımlar var ki, tükləri o qədər incədir ki, yəni saçı ukladka eləyirsən, abyom çox qalxmır və yaxud da başlayır dağılmağa, elektrikləşməyə, uçmağa və s. Belə bir xanımlar da olur. Yəni onlar balzam da kondisionerdə istifadə edə bilmir. Amma lakin kondisioner və yaxud da balzam bu xanımlar üçün lazımdır. Burada artıq dadınıza nə yetir? 2 fazlı spreylər. Çünki əsas tərkibi kondisioner və balzamdır. Sadəcə sprey şəklində olduğu üçün, misal üçün balzam istifadə edən xanımlar mütləq balzamı saçdan yumalıdırlar. Kondisioner lakin dəyişir. Kondisioner var yuyulan, var yuyulmayan. Amma sprey kondisionerlər bunlar yuyulmayandır və nəzik tipli xanımlarda çox rahatlıqla istifadə edilir. Niyə? Çünki şampunla yudunuz, ukladkaya keçid elədiyiniz zaman sirkəliyirsiniz, vurursunuz saçınıza. Artıq kondisioner effekti ilə bütün küçüklərin hamısını bağlayır. Saçınızda heç bir ağırlıq yaratmadan rahatlıqla ukladkanızı eləyə bilərsiniz. Opşi uzunluğa. Saçınızı daradınız. İndi hal-hazırda istifadə edəndə onu siz də görəcəksiniz. Opşi uzunluğa vurdunuz, daradınız, ukladkanızı rahatlıqla eləyirsiniz. Eyni balzam xüsusiyyəti daşıyır. Lakin balzam və kondisioner kimi ağır deyil. Və saçınızı əsasən incə telli xanımlar, çünki balzam istifadə eləyir və yaxud da kondisioner, bir dənə bir şey müşahidə edirlər ki, saç çox yapışır. Onsuz da saçım incədir, tadı yapışmağa başlayır. Və yaxud da uçuşur. Balzam o qədər yumuşaldır ki, yəni saçım uçuşur. Mən halbuki istəyirəm ki, dolğun olsun, abyom yaransın. Bu tam tərs yaradır balzamla kondisioner. Ona görə də həmişə deyirik, saç tipindən asılı olaraq, yəni müştəriniz də sizdən balzam istədiyi zaman ən azından saç tipinə baxaraq hər hansısa məhsulu məsləhət görün həmin müştəriyə. Yəni sırf saçıma balzam istəyirəm, bu balzamı mənə sifariş ver, o yox. Yəni sırf məsləhətçi kimi məsləhət gördüyünüz zaman artıq saç tipinə düzgün baxaraq. Yəni mən sənin balzam məsləhət görməzdim. Niyə? Çünki saçın belədir. Yəni bunun yerinə bunu alsan daha məsləhətlidir. İstifadə etdikdən sonra əksinə müştəriniz sizə sağ ol deyəcək ki, hə, bu məhsul daha çox mənə düşdü, yəni daha çox bəyəndim. Lakin düzgün məhsul seçilmədiyi zaman, əsasən salonlarda müştərilərə də düzgün təqdim olunmadığı zaman məhsul, müştəri gəlir deyir ki, balzam istəyirəm, usta bilmədən götürür verir, hə, ala, ta ki getsin. Məhsul getdikdən sonra bir dəfə istifadə edir, 2 dəfə istifadə edir, üçüncüdə deyir ki, sən mənə nə məhsul vermirsən. Birinci saçımı yaxşı elədi, ikincidə saçım belə oldu, indi də tökülür. Sən canım o məhsulu heç bəyənmədin. Amma halbuki heç məhsulun günahı yoxdur. Nədir? Məhsul düzgün seçilməyir sadəcə. Həmin müştəriyə heç aidiyyatı yox. Eynisi də yəni kraskalarda və s. hər şeydə. Yəni əgər professional şirkəti götürsəz, professional şirkət bir dənə kraska buraxmır. Onlarla kraskalar var. Hər baş dərisinə, hər saç strukturuna uyğun kraska var. Niyə? Çünki bir dənə eyni kraskanı bütün hamı istifadə edə bilməz. Birində allergiya yarada bilər, birində qaşınma yarada bilər, birinə düşə bilər, birinə düşməyə bilər, birinin saçını quruda bilər. Ona görə də müxtəlifdir. Eynisi də şampunlarda və baxımlarda. Yəni bu zamana kimi görmüsünüz, şampun bir dənə yaradılsın. Yəni mağazin polkasında ancaq bir dənə şampun satılsın. Növlərlə var. Niyə? Çünki bizim baş strukturumuz, saç strukturumuz tamamilə fərqlidir hamıdır. Yəni 5 barmaq fərqli olan kimi biz də fərqliyik. Eynisi də yəni bizim müştərilər. Məhsul düzgün təqdim olunduğu zaman, düzgün verildiyi zaman həmin məhsuldan daha da xeyir görməyə başlayırsınız. Həmin fərq sadəcə Farm Helper seriyasındadır. Niyə? Çünki Farm Helper seriyası hamı üçündür. Niyə? Çünki əsas problemlə mücadilə edir. Bununki əsas problemdir. Problem yoxdursa bu da yoxdur. Problem varsa bu həmişə ortadadır. Burada təqdim olunan şampun, balzam, maska, skrab və spreydir. Kısaca burada skrabı görəcəksiniz. Skrab əvvəl belə tübükdə idi. İndi bu tübükdə buraxılır. Gələcəkdə əgər yenə gəlsə, birdən şirkət dəyişir, təkrar belə tübükdə skrab buraxır. Yəni bu tübükü dəyişir bu tübükü. Sadəcə biz həmişə demişdik ki, yəni bu tübükü saxlayın. Niyə? Çünki o bu birisi tübüklə trayektoriya üzrə saça vurmaq biraz çətin olur. Gərək ələ tökəsən, əlinlə belə yedirəsən. Amma bunun bir şey rahatdır ki, açdığın aplikatoru var. Elə birbaşa özü ilə rahatlıqla istifadə edirsən, heç təmas eləmir. Maska, balzam və s. nəsə istifadə etdiyiniz zaman əsasən də belə qablaşmada olan maskalar
Çalışın hamamda istifadə edirsinizsə, hardasa istifadə edirsinizsə, ağzına açandan sonra manatlıq dükanlarda ya da adi evdə bir dənə qaşıq həmişə əlinizdə qıraqda qoyun, saxlayın. Yəni başınızı yuduğunuz təqdirdə yaş əlinizlə eyni maskaya dəfələrlə daxil olmayın. Çünki hər dəfə yaş əllə bura daxil olduğunuz zaman maskanın komponentini dəyişə bilirsiniz. Həmin maska da sizdə yəni 50 milli, 60 milli deyilsə, sembol yarım litrdir burada. Yəni istər-istəməz hər dəfə daxil olduğunuz zaman həmin onun konsistensiyasını və teksturasını dəyişməyə başlayırsınız. Və effekt başlayır yavaş-yavaş azalmağa. Yəni o olmasın deyə maska, əgər belə bir maska istifadə edirsinizsə, ağzını açdınız, qaşıq və ya da adi belə lapatka kimi olur. Onunla götürdünüz, əlinizə vurdunuz, ağzını bağladınız, su ilə təmas eləmədən artıq əlinizdə həll edib saçınıza vura bilərsiniz. Eynisi də üst kremlərin aidiyyatı var. Yəni üst kremi 50 millidir. 50 milli yəqin ki, bütün günü üzünüzə yaxmırsınız. Ancaq gecə-gündüz. Onun da özünün lapatkası olur. Vurdunuz, ağzını bağladınız. Çünki hər dəfə o kremin içinə girdikcə və ya da maskanın içinə girdikcə siz başlayırsınız onun bütün strukturunu və konsistensiyasını pozmağa. Yəni çünki bilmək olmur. Burada reseptorlarda hər hansısa mikrob nəsə var, yoxdur. Siz birbaşa ora daxil olduqca o başlayır ora yeyilməyə. Eynisi də biz maskaya deyirik. Yəni maska istifadə etdiyiniz zaman, yəni istifadə etdiyiniz maska bu boyda deyil. Təbii ki, ya 200-250 milli olur, ya da bunlar kimi professional seriyada 500 milli olur. Yəni yarım litrdir. Yarım litri də siz bir yumaya istifadə etməyəsiniz heç bir zaman. Yəni 6 ay, 7 ay davam edən maskalardan biridir. Dediyim kimi skrab və maskası yumadan öncə istifadə olunur. Gözləmə vaxtı sadəcə skrabda 1 saat, 1 saat yarımdır. Maska 30-35 dəqiqə maksimum. Daha sonra şampunla yuyub balzamı istifadə edib saçımızı qurudur. Seriya bitənə qədər belə davam edirik. Skrab və maska həftədə maksimum 2 dəfə istifadə oluna bilər. Problem ciddidirsə, həftədə 2 dəfə. Problem çox ciddi deyilsə, həftədə 1 dəfə. Amma tam mütəmadi istifadə edərək problemi aradan tamamilə götürürük. Növbəti seriya Secret seriyasıdır və Secret seriyası Tenel Professional ən lüks seriyalarından biridir. Yəni lüks segmentdir. Secret seriyası da həm tökülməyə qarşıdır, yəni saçın belə deyim, uzanmasına kömək eləyir, tökülməsinin qarşısını alır. Lakin bununla da bitmir, çünki Secret seriyası lüks premial seriya sayıldığına görə tərkibində qoruyucu və bərpa edici maddələr də var. Yəni saçınızı sadəcə tökülməyə və yaxud da saç çıxarmağa qarşı istifadə etmirsiniz. Həm də saçınızın qidalanmasına, yumşalmasına və nəmlənməsinə də kömək edir. Yəni bu seriya Tenel Professional sırf lüks premial seriyalarından sayılır və sadəcə müalicəvi bir seriya kimi yox. Həm də saça qidalanma, nəmlənmə və s. vermək üçün də gedir. Daily Care seriyasının maskası əsasən 2 növdə təqdim olunur, amma sizə hal-hazırda təqdim olunan bir seriyadır. Güclü nəmlənmə seriyası. Kimin saçında quruluq aşırı dərəcədədirsə, yanma demirəm, quruluq deyirəm. Yanma ilə quruluğu heç vaxt saç salmır. Bəzi vaxtı müştərilər salona gəlir, deyir saçım yanıbdır. Deyirəm saçın yanmayıb, quruyubdur. Deyir yox, yanıbdır. Başlayır məndən sporlaşmağa, deyirəm saçın yanmayıbdır, yəni quruyubdur. Qurumaqla yanmağı necə yoxluyursa, saçınızın uzunu sadəcə istadın və başlayın dartmağa. Rezin kimi dartınırsa, qopursa, yanıb. Əgər bu dartınma yoxdursa, qopma yoxdursa, əlinizi belə vuranda, eləyəndə saçınız düşmürsə, bu qurumadır. Bəzi vaxtda da saçların ucu süpürgəyə oxşuyur deyə, deyirlər ki, saçım yanıb. Amma halbuki saç yanmayıb. Saç sadəcə o qədər qupquru quruyubdur ki, nəmliyə, suya ehtiyacı var. Yəni deyir ki, məni qidalandır. Gül necə olur? Su vermədikcə başını aşağı əyir, başlayır solmağa. Yəni gülə deyə bilmərik ki, öldü. Su verəndən sonra eynisi dirilir. Eynisi də saçdadır. Saçınız sadəcə nəmliyə ehtiyacı var deyə və sizdən su balansını istəyir deyə saçlar ucu qupquru quruyur. Nəmləndirici seriya. Bərpa edici yox, nəmləndirici seriya. Yəni sırf saçın nəmliliyinə doğru hər hansısa bir təsir göstərən seriya. Daily Care seriyasının maskası hal-hazırda sizə təqdim olunan bu kaklasdiki nəmləndiricidir. Güclü nəmlənmə seriyasına malikdir. Şampundan sonra saçın ucuna həftədə 2 dəfə istifadə edirsiniz. Saçın ucuna tətbiq elədiyiniz zaman saçın ucları tamamilə yumuşalır və nəmlənir. Daily Care seriyasının sizə təqdim olunan şampunu, əsasən bu şampunlar 3 cürə olur, amma daha çox təqdim olunan və ən çox satılan zəif və ucları nəzikləşmiş saçlar üçün yaradılmış şampundur. Yəni, hansı saçlar ki artıq zəifləyir, uclar artıq başlayır nəzikləşməyə, bu şampun sırf onlar üçündür.
Təqdim olunan şampunlar əsasən bütün saç tipləri üçün olandı və zədələnmiş saçlardır. Burada sizə təqdim olunan həm qurumuş, həm zədələnmiş ikisi bir yerdədir. Yəni zəifləmiş və zədəliyə meyilli olan saçlar üçün təqdim olunan şampundur. Spreylərə gəldiyimiz zaman bir-bir spreylərə artıq toxunmağa başlayırıq. Burada bir dənə sprey sizə təqdim olunur. Bu termoqoruyucu spreydir. Termoqoruyucu sprey nədir? Ütüdən kim ki tez-tez istifadə edir və yaxud da kim ki tez-tez tədbirdə olur və yaxud da işə ukladkasız gedə bilmir. Həmin bu termoqoruyucu sprey sırf onlar üçün. Saçınızı yuduqdan sonra fen və hər hansısa maşa və yaxud da ütüyə keçmədən öncə ilk öncə bunu tətbiq edirsiniz saçınıza. Daha sonra fenlə qurudub ürəyiniz istəyən maşa və yaxud da ütünü istifadə edə bilərsiniz. Saçınız artıq %100 termal qoruma altındadır. Yəni 230 dərəcə tamamilə qorumadır. Abyon verici sprey ukladkadan öncə bu artıq baş dərisinə uygulanan spreydir. Yəni ukladka elədiniz. Zeynəb xanlarova ukladkası abyomu sizə söz vermirəm. Yəni başım şişdə oldu bu boyda yox. Yəni normal öz təbii abyomunuz. Hansı ki sizdə yəni anadan gəlmə abyomunuz var. Sırf onlar üçündür. Bu da əsasən nə üçündür? Sırf bizim regionda Azərbaycanda Bakıda ən ideal vasitələrdən biridir. Çünki bizdə əsasən xanımlar gəlir ukladka eləyir salonda. Deyir ki 2 saatdan sonra bütün ukladkam yatır. Niyə? Çünki bizdə nəmişlik var. Sağ olsun təmsilimiz buradadır. Nəmişlik artdıqca sizin saçda elədiyiniz ukladka nəmişliyi çölə çıxırsınız, gəzirsiniz. Yəni elə salonda oturub qalmırsınız. Yəqin ki tədbirə zada harasa gedirsiniz. Həmin nəmişlik yığılır, istər-istəməz oynayırsınız, edirsiniz, tər başlayır və həmin nəmişlik istər-istəməz başlayır sizin abyomunuzu yavaş-yavaş yatışdırmaq. Bunu istifadə etdiyiniz zaman bu təbii o abyomu qoruyub saxlamaq üçündür. Yəni nəmişlik olsa belə abyom qoymur getsin. Yəni öz abyomunuz qalır. Başınızı yuyandan sonra bütün sprey, yağ nəsə istifadə etdinizsə ukladkadan öncə açırsınız sadəcə. Saçınızı ayırıb dibinə uyğulayırsınız. Daha sonra yüngülvari masaj eləyərək ukladkanızı artıq abyoma doğru edirsiniz. Həmin abyomu qoruyub saxlayır. Tərkibində lak yoxdur. Yəni saçı birləşdirim, kleyliyim, sərtləşdirin elə bir şey yoxdur. Əksinə yumuşaldır və öz abyomunuzu saxlayır. Rahat daranma üçün olan sprey. Ətrafınızda kimsə qaynaq taxırsa, uzun saçlı bir xanım varsa, balaca qız uşaqları, yəni sırf o qardaşımın qızından bilirəm, onun saçını uşaqlıqda darayana kimi, yəni bütün ev onun səsini eşidirdi. Çünki saçlar uzun, qıvrım, o saç darayana kimi hamı ağlayırdı. Yəni həmişə ona saç spreyi gətirirdim. Bəli, yəni rahatlıqla. TNL Professional istənilən məhsulunu uşağa da yəni istifadə edə bilərsiniz. Çünki tərkibində heç bir kimyəvi və zərər verici maddələr yoxdur. Yəni allergen və s. TNL əsla istifadə eləmir. Yəni bundan kənardır. Uşaqlarda saçı uzun və yaxud da dolaşan bir uşaq varsa, həmin bu sprey xanımlarda da kimin saçı uzundursa və yaxud da dolaşıq varsa, daramaq istəyirsinizsə, ilk öncə spreyi vururuq, daha sonra daramağa başlayırıq. Başınızı yuyub da hamamdan çıxan kimi sıracı darağa cummayın. Niyə? Çünki daraqla saçı daramaq, yaş saçı daramaq olmaz. Hansı təqdirdə daraya bilərsiniz? Saçınıza dara üçün sprey, krem və yaxud da hər hansısa fluid vurduqdan sonra. Yəni saçın ucları yumşalmalı, açılmalıdır ki, daraqla rahat darayasınız. Mexaniki təsir deyilən bir şey var. Mexaniki təsir nədir? Bəzi vaxt xanımlar deyirik, saçım əvvəl gürüydü, indi tökülür. Əslində qalsa saç tökülmür. Saçınızı yolursunuz. Niyə? Çünki düzgün hər hansısa nəyisə istifadə etmədiyiniz zaman və yaxud da yaş və yaxud da düzgün daramadığınız zaman darağı bir şey əminliklə deyə bilərəm ki, öz müştərilərimdən bilirəm. Darağı həmişə götürüb daradıqları zaman hamı darağı istifadə eləyir, sırf dibdən daramağa başlayır. Halbuki saç ucdan daranmalıdır və yuxarı qalxmalısınız. Yəni ucdan başlayıb yavaş-yavaş yuxarı tədricən qalxıb sonra yuxarıdan üzə aşağı daramalısınız. Amma bizdə xanımlar nə edir? Darağı birbaşa götürüb dibdən qoyub başlayırlar daramağa. Siz avtomatik olaraq belə elədiyiniz zaman nə edirsiniz? Buradakı darağın dişləri saçınızın uzunluğunuzun hamısı eyni deyil bəylərdəki kimi. Bəylərin saçının hamısı uzunluğu eynidir və biz dibdən daraya bilərik saçınızı. Xanımlarda uzunluq fərqlidir. Ukladka eləyəndən sonra yəqin ki görmürsünüz. Qısa metrajda olan saçlar buradan belə görsənir. Ortalar belə açılır, uzunlar da aşağı düşür. Siz dibdən daradığınız zaman kısalarla başlayırsınız, orta saçları bir-birinə dolaşdırırsınız. Uzun da artıq orada dolaşandan sonra ortaya gəlib çatanda daraq ilişir.
Bu moment nə edirsiniz? Təbii ki də darağı çıxardıb təkrar daramağa başlamırsınız. Tabii dartırsınız, başlayırsınız uzatmağa. Daha sonra da darağa baxırsınız ki, yəni 2 dənə telim getdi. O saç tökülməniz deyil, sadəcə özünüz öz saçınızı yolursunuz. Ondan sonra belə darağa baxırsınız ki, saçım töküldü. Siz saçınız tökülmür. Yəni gün ərzində 100-150 dənə teliniz zaten tökülməlidir. Bu normaldır. Niyə? Çünki baş dərisi regenerasiyaya baş verir. Milyondan çox saç follikulunuz var burada. Yəni 100-150 dənə tel heç nədir. Onlar gün ərzində tökülür. Niyə? Çünki bir dənə telimizin uzanmağı 2 və 6 il ərzində müddəti var. 6 ildən sonra bu tel buradan düşməlidir ki, yerinə təzəsi gəlsin. Çünki uzanma faktoru var. Anagen, katagen və telogen. Saçı uzanır. Töküləndən sonra follikullar istirahət edir. Daha sonra aktivləşir, yeni tükləriniz gəlir. Yəqin ki, saçınız töküləndən sonra eyniyib keçər qalmır da görürsünüz, yeni balaca tüklər gəlir. Həmin o uzanma dövrüdür. Yəni bir tükünüz töküldüsə, yerində yenisi gəlməyə başlayır. Niyə? Çünki yeni artıq orada oyanıbdır və başlayır çıxmağa. Ona da yer lazımdır deyə çıxmağa. O artıq köhnə tükü başlayır, deyir ki, yəni sən buradan get, mən gəldim. Yol artıq mənimdir. Amma sadəcə bir dənə bir şey var ki, o köhnə tük tökülənə qədər siz götürüb o köhnə tükü artıq yolursunuz əməlli başlı, didirsiniz. Daha sonra darağa baxırsınız ki, saçım töküldü. Saçınız tökülmədi, sadəcə götürüb saçınızı yolmusunuz. Ona görə də saç taradığınız zaman yuduqdan sonra ilk öncə uclardan başlayırıq. Yavaş-yavaş dibə getdikdən sonra, bütün saç açıldıqdan sonra bütün saçı daraya bilərsiniz. Rahat daranmırsa, rahat daranmaq üçün həmin bu sprey. Eynisi də uşaqlarda. Kimsə qız uşağının saçını darayıb? Dibdən. Özünüzü niyə sevmirsiniz? Növbəti spreylərə gəlib çatdığımız zaman CSL sprey bu nə üçündür? Bu dəniz duzu tərkibli spreydir. Tərkibində termoqoruyucu var. Əsas funksiyası termoqoruyucu olsa da bu saç düzümü yaradan ustaların spreyidir. Nə üçün? Çünki tərkibində duz var və dəniz duzudur. Aramızda ukladka, buruqlar eləyib də buruqları saçda qalmayan xanımlar var. Kimsə buruq elədiyi zaman, buruq istifadə edəcəyiniz zaman saça balzam vurmaq olmaz. Qəti. Yəni saçı şampunla yuduz, balzam əsla vurmaq olmaz. Əgər buruq eləyəcəksiniz həmin gün. Daha sonra istifadə eləyirsiniz sprey. Yumuşaldıcı sprey də istifadə eləyə bilərsiniz. Lakin əgər bu sprey istifadə eləyirsinizsə, balzam rahatlıqla istifadə eləyə bilərsiniz. Səbəb nədən ibarətdir? Bu sprey fikirləşirsiniz ki, mən bugün buruq eləyəcəm və buruqlarımda mütləq qalmalıdır. Bu spreyi saçın uclarına istifadə etdiyiniz zaman və obşe saçınıza hamısına istifadə etdiyiniz zaman saçınızı yumuşaldır. Sadəcə saçın uclarını sərtləşdirir. Necə sərtləşdirir? Daxildən sərtləşdirir. Və həmin bu duz tərkibi olaraq saçınız sərt olduqdan sonra hər hansı ukladka nəsə elədiyiniz zaman ukladka niyə saxlamır? Çünki saçın ucları yumşaldıqdan sonra ukladka onu artıq dözmür və bir neçə müddətdən sonra buraxır. Həmin bu saç spreyində, yəni dəniz duzu tərkibli sprey biz əsasən prическada istifadə edirik. Niyə? Çünki kimsə tədbirə gedir, əsasən də gəlin saçında və yaxud da nədəsə bizə lazımdır ki, preskoska axıra kimi dayansın. Eynisi də buruqlar. Yəni açılmaq olmaz. Tədbirin axırına kimi qalmalıdır. Bunu o zaman istifadə edirik. Ona görə də deyirəm, əgər kimsə buruq istifadə edirsə və yaxud da prekoska yığacaqsınız evdə, hər hansısa tədbirə gedirsiniz və o prekoskanın qalıcı olmağını istəyirsinizsə, ukladkadan öncə istifadə edirsiniz cell spray. Daha sonra ukladkanızı eləyib saçınızı burursunuz, üstündən lakvazı vurub çıxıb gedirsiniz. Gün ərzində ta ki səhərsi günü saçınızı yuyana qədər həmin sprey qoymur ki, saçınızın buruqları tamamilə açılsın. Miracle Shine spreyi Secret seriyası ilə eyni vaxtda yaranan Miracle spreyləridir. 2 dənə sprey sizə təqdim olunur. Bizim mavi şəkildədir, biri də çəhrayı şəkildə. 2 spreyin funksiyası da demək olar ki, eynidir. 2 fazlı spreylərdir. Biri həcmləndirir, biri də rahat darama və parıltı verir. Həmin bu rahat darama və parıltı saçda həm də yumşaqlıq verir. Yəni, bir dənə bir şey istəyirəm eləyəm. Çox gözəl qoxuya malikdir.
və xalqın saçları kakras uzundur. İstəyirəm bir dənə bir şeyi görəsiniz. Əlinizlə yedirin. Özünüz effekti görəcəksiniz. Və yanında oturan xanımlar. Vurulmayan bir hissəyə toxunun və sprey vurulan bir hissəyə də əlinizi vurun, toxunun. Sprey anında necə saçı yumuşaldır və teksturanı tamamilə necə dəyişir, avtomatik olaraq görəcəksiniz. İyisi, yəni möhtəşəmdir. Salonda istifadə edirik ukladka zamanı. Yəni müştəri ucu deyir ki, yəni bunun qoxusu nədir? Eynisi də rozvu şəkildə olan sprey. Necə ki, burada həcmli bir sprey istifadə edirsiniz. Rozvu şəkildə spreydə həmçinin sadəcə rozvun tərkibində həm də yumuşaldıcı kondisioner var. Yəni, balzam yerinə kondisioner kimi də istifadə edə bilərsiniz. Bax, kakrasdır ki, sizə bu düşür. Hə. Sizin üçün idealdır. Gündəlik. Buruq saçlı xanımlara həmin bu göz sprey. Buruq saçlı kim təbii buruqdursa, buruq saçın bir dənə nüansı var. Yəni, mən zayıfqa eləyirəm deyə ondan deyirəm. Bir gündən sonra, yəni yuduz, yatdız, durduz. Bir gündən sonra ikinci günə buruq saçlarda nə baş verir? Şirmeşidən qaçdı effekti. Yəni, saç şişir. Təkrar geyib baş yumağa axot yoxdur. Zaten saçlar buruqdur. Elə nə fason girdin, çıxdın, fərqi yoxdur onsuz. Həmin bu spreyi götürərək əsasən buruq saçlarda bütün saçın üzərindən tətbiq elədiyiniz zaman əlinizlə sadəcə sıxaraq həmin buruqları təkrar kontrol eləyərək formasına qaytara bilirsiniz. Yəni yumağa ehtiyac yox. Burada artıq sizə 2 dənə gel və mat wax təqdim olunur. Mat wax ukladka üçündür. Tərkibində gil var və matlaşdırıcıdır. Əsasən yağlı saçlarda istifadə olunan ukladka gelidir. Yəni kimin saçı yağlıdırsa bu onlar üçündür. Xüsusən də yayda. Çünki gel və yaxud da nəsə istifadə eləyəndə günəşin istisi altında gəzəndə bir də görürsən ki, başın başlayır parıldamağa. Günəş düşdükcə elə bir güzgü üstünə günəş işığı düşübdür, başın parıldayır. Amma bu tamamilə yağlılığı aradan götürərək matlaşdırır deyə, yəni günəş altında gəzsəz belə, istinin altında dursaz belə həmin matlıq qorunub saxlanılır və prikoskanız heç bir şəkildə pozulmur. Abyomda qalır. Çünki teksturası tam gil tərkiblidir, çox qatıdır. Bunu da istifadə eləyəndə barmaq ucuna götürdünüz, həll elədiniz. Bəli. Əlinizdə həll elədiniz, rahatlıqla götürürsünüz. Yəni, məndə qısa saçda özüm mat istifadə edirəm deyə deyirəm. Yəni, belə götürdünüz, dibdən belə həll elədiniz, uclarda da formanı verdiniz. Həmin bu abyom, yəni qorunub, saxlanır. Yəni, heç nə də dəyişmir. Tərkibində də yəni, fiksasiya var deyə lak kimi həmin verdiyiniz formanı qoruyub saxlayır. Burada istifadə üçün sizə yaranmış hər şey sadəcə bunun tərkibində nəmlənmə var deyə quru saçı tadı qurutmur, sərtləşdirmir. Yəni, öz formasında qoruyub saxlayır. Bu birisi isə mokro effekt gelidir. Xarici səhifələrdə və yaxud da nədəsə yəqin ki, görmüşsünüz. Elə ukladka olsun ki, elə bil başımı indi hamamdan yuyub çıxmışam, yaş-yaş. Bax, bu kakrasdaki onun üçündür. Buruq saçlar mən özümə hərdən bir eləyirəm. Saçınızı yuduqdan sonra fenlə qurudursunuz, sadəcə %100 qurutmursunuz. Hardasa 5-10% nəm qalmalıdır. Həmin o nəmliliyə əlinizdə tamamilə həll elədikdən sonra opşi saçınıza yaxırsınız və formanı verirsiniz. Orta nəm. Hardasa bir 5-10% nəm qalmalıdır. Tamamilə yedirdikdən sonra artıq %100 axıra kimi fenlə qurudursunuz saçınızı. Həmin o saç quruyandan sonra saçınız elə görsənir ki, yəni telləriniz olur dən-dən. Elə bil başınızı indi yuyub çıxmışsınız, həmin o mokro effekt. Yumuşaqdır. Mən də elə bilirdim sərt olur əslində qalsa, çünki fiksasiyası var. Özümdə ilk dəfə istifadə etdikdən sonra yəni gördüm ki, saçlarım yəni belə rahatlıqla barmağımı keçirib belə eləyə bilirəm. Yəni o play effekti yoxdur. Belə keçirib dartınsın, elə bir şey yoxdur. Voskun tərkibində yağ var, bir də gil var. Gilin əsas
prinsipi yağla nədir? Ümumiyyətlə saçınıza yağ belə vurulduğunuz zaman hər hansısa yağı saçınızın ucuna vurursunuz. İlk öncə qızdırırsınız. Bədən temperaturunuzdan eyniləşməlidir. Tam eyniləşəndən sonra, onun teksturu tam yumuşalandan sonra artıq başlayırsınız saçı tətbiq eləməyə. Bu fərqlənir. Eynisi gellər, vosk, nə olursa olsun, saçınıza nə vurursa vurun, həmişə əlinizdə həll eləyin, daha sonra saçınızı tətbiq eləməyə başlayın. Maska da həmçinin, yəni maskanı buradan götürdüm, saçıma vurdum, yox. Götürdünüz, əlinizdə həll elədiniz, daha sonra. Balzam da həmçinin, vurdunuz əlinizə, həll elədiniz, daha sonra. Şampunla belə saçınızı uyanda, yəqin ki, şampunu töküb birbaşa saçınızı eləmirsiniz. Şampunu vurdunuz, əlinizə tökdünüz, həll elədiniz. İlk öncə başlayırsınız buradan, daha sonra arxadan. Bəzi xanımlar gəlir, salona kraska qoyurlar və yaxud da nəsə istifadə edirlər. Deyirəm, nətər istifadə edirsən? Deyir, həmişəki kimi. Deyirəm, dədə baba qaydası ilə. Deyir, hə. Deyirəm, dədə baba qaydasıdırsa, hə, başa düşdüm. Tökdün, qoydum. Mütləq əlinizdə həll eləyirsiniz. Yəni, saçınızı yuyanda belə şampunu tökdünüz. Şampunu həll elədikdən sonra əlinizdə şampunla yuma qaydası var. Şampun əsasən baş dərisi üçün. Saçınızı yumağa ehtiyac yoxdur şampunla. Yəni, burada yaranan köpüğü saçınızı yumağa belə yox, belə bəsdir. Bizdə bəziləri nə edir? Yəni, saçı yuduqları zaman saçı başlayırlar belə yumağa, paltar kimi titləyirlər. Daha sonra saçı yığırlar bura, bir dəfə də belə eləyirlər. Saçı tam dolaşdırırlar, sonra bırakırlar, başlayırlar daramağa, saçı yonmağa. Bu düzgün deyil. Şampunu həll elədikdən sonra başlayırsınız ön tərəfdən dibdən, yanlara keçirsiniz, arxaya. Daha sonra buranı yuyursunuz. Ondan sonra burada yaranan köpüklə də su ilə axıdaraq saçın uclarını özü aşağı yuyursunuz. Əsasən də uzun saçlı xanımlar. Biz bəylər belə yuya bilərik. Zaten saçımız qısadır. Yəni bizə fərqi yox. Saçımız dolaşmır. Amma xanımlar əsasən də bəzi vaxt salonda görürəm. Yəni biz salonları da gəzirik, baxırıq təlim göstərir orada. Yəni moykada yuyulan zaman saçı yuyurlar. İlk öncə dibi yuyurlar. Sonra uclara gəlib çatandan sonra o köhnə vaxtı gölün qırağında paltar yuyurdular. Belə setkaların üstündə belə salıb belə eləyirdilər. Eyni saçı götürürlər, bir də görürəm ki, saç getdi. O saçı yığırlar müştərinin başının üstündə, bir də belə eləyirlər. Saç dolaşır. Niyə? Çünki bayaq dediyim kimi saçın hamısı eyni uzunluqda deyil. Qısa tük var, orta tük var, ondan biraz uzun, daha uzun tüklər var. Və onlar başlayır bir-birinə dolaşmağa və yun kimi olur. Saçlar dolaşandan sonra da gəlir oturur müştəri kresloya. Bir də görürəm ki, götürür darağı, başlayır dibdən daramağa, dolaşa aşmağa. Müştəri də oturur, ay, siz də bunu evdə edirsiniz. Yəni yumağın öz düzgün qaydası var. Niyə? Çünki saçlar sizin canlı bir hissənizdir. Saça nə qədər zərər versə, saç da o qədər sizdən küsəcək. Ən sonunda da sizi buraxıb gedəcək. Və sonuncu məhsulumuz oil nömrə 1 məhsulu. Kim ki saçda tez-tez kraska istifadə edir. Həmin oil nömrə 1 yalnızca kraskanın tərkibinə qatılan yağdır və ancaq kraskanın tərkibinə vura bilərsiniz. Həmin oil nömrə 1 kraskanı nə edir? Kraskanın konsistensiyasını və tərkib hissəsini daha da yumşaldır. Baş dərinizə təsir göstərməsin deyə artıq başlayır baş dərinizi qoruma altına almağa. Kimdəsə bəlkə görmüşsünüz, saç kraskasını qoyandan sonra deyir ki, bir dənə bir şey verir, başım dərisi qaşınır. Oranı qaşıyım, buranı qaşıyım, onu eləyim, bunu eləyim, elə müştərilər olur. Həmin oil nömrə 1 yağı konsistensiyanı tamamilə dəyişməyə başlayır. Amiyakı daha da yumuşaq formaya çevirir kraskada və qoymur ki, baş dərinizə, yəni dəri səthinizə daha çox təsir etməyə başlasın. Yəni sırf oil nömrə 1 bunun üçündür və yalnızca kraskanın tərkibinə vurulur. Nətər vurulur? Kraskanı qarışdırdıqdan sonra sadəcə bunu götürürsünüz, 6-7 damcı pulunu bəs eləyir. 5-6 dəfə sıxdınız. Kraskamızı qarışdırdınız, yaxdınız başımıza. Bundan da qutardı. Bu da bizim sonuncu məhsulumuz idi. Sizə indi hal-hazırda master klası olaraq göstərəcəm. İlk öncə başlayaq. Yağlı başlarımız kimidir? Sizə şey eləyəcəm, billi eləyəcəm. Bu? Bu. Bu ukladka üçündür. En sonda.
Forma verdiniz nəsə. Bax o üçündür. Formamızı qoruyub saxlamaq üçün. Bu əvvəl istifadə olunur, bu sonra istifadə olunur. Bu ukladka vasitəsidir. Lakı nətər ki soda vurursunuz, prическа eləyəndən sonra bax bunlar da elə bir şeydir. Az miqdarda götürsə, istifadə etsə, elə bir şey yoxdur. Saç ustama dedim ki, bu vaxtdan mən istifadə ilə görüm necədir. Çox qəşəng 3 gün saçımın abyolu yerində qaldı. Lak, vosk, gel, sabitləşdirici nəsə istifadə edirsinizsə, bir dənə məsləhətim nədən ibarətdir? 24 saatdan sonra mütləq başınızı yuyun. 24 saatdan artıq, yəni artıq 48-ci saatı keçid elədiyiniz zaman sabitləşdirici heç bir məhsul baş dərinizdə qalmalı deyil. Saçınızın ucu heç, lakin baş dərinizə təmas elədisə, lak, muz, sprey olsun, gel olsun, matlaşdırıcı hər hansısa nəsə olsun, 24 saatdan sonra mütləq saçınızdan çıxarılmalıdır. Toya getdim, prическа elədim, bürsün bir dənə də toyum var, həll eləyim, nəsə eləyim, yadınızdan çıxardın. Niyə? Çünki sırf özünüzə eksperiment eləyə bilərsiniz, ekspromptum, yəni evdə. Prическа eləyin, prическanı sabitləşdirmək üçün qəşəng lakınızı vurun, 24 saatdan artıq 2-3 gün gəzin. 2-3 gündən sonra başınızı yuyanda nə baş verəcək? Hamamda yuyduğunuz təqdirdə elə əlinizi belə elədikcə əlinizə ovuz-ovuz saçınız gələcək. Səbəb nədən ibarətdir? Həmin məhsulların tərkibində xüsusi silikon vurulur. Sabitləşdirmə silikonu. Həmin silikonun bir dənə xüsusiyyəti var. Saçda olan poraları bağlayır. Yəni plonka kimi üstünə oturur. Və təsəvvür eləyin, belə eləyək. Başınıza bir dənə polietilen paket keçirirsiniz. Ağzı hələ bağlanmayıb. 24 saatdan sonra da o paketin ağzını belə bağlayın. Nətər gəzəcəksiniz? Nəfəsiniz kəsiləcək. Eynisi də saçlardadır. Bir plonka keçirirsiniz, amma 24 saatdan sonra o plonkanın ağzı bağlanır. Və saçınız artıq nəfəs almır. O da başlayır tökülməyə baş verməyə. Ehtiyac yox. Bağlaya da bilərsiniz, bağlamaya da bilərsiniz. Yəni məcburiyyət deyil. Yox, saçınız uzundursa, yığa bilərsiniz. Kimin saçı uzundursa və yaxud da saçlar maneəçilik yaradırsa, çünki 1 saat yarım saçınızda qalacaq. Yəni ev işi görə bilərsiniz. Vurun, saçınızı yığın. İstəyirsiniz papaq taxın, istəyirsiniz eləcə yığın. Yəni heç bir fərqi yox. Balzam bu olmasa digər balzam da olar. Sizə balzam yox, sprey lazımdır. Yəni şampuna yuyduqdan sonra spreyini vurun. Şampun, maska və kondisioneri. Maska həftədə bir dəfə, kondisioner hər yumada, bir də mütləq spreydir. Hər yumada. Hə. Zaten indi göstərəcəm bir istifadədən. Əməli başlı olursunuz. Müştərim var, deyir ki, saçım uzanmır, eyni səviyyədə qalır. Deyirəm, eyni səviyyədə qala bilməz. Çünki hər həftə, yəni 2 həftədən bir mənim yanıma dib boyasına gəlirsən. Dib boyası nə deməkdir? Öz saçınız dibdən çıxır. Həmin o dib öz saçınızı boyamağa gəlirsiniz. Yəni saç uzanır ki, dibdən o çıxır da, yəni bu boyda uca çıxır. Zədələyirsiniz. Zədələyirsiniz. Həm saç qıranda, həm də zədələyirsiniz. Yəni saça əksinə xoş davranmaqdansa arada bir götürüb yolursunuz ki, yəni qırıl tökül deyirsiniz. Master klasa başlayaq. Düzləşdirmədə də, prическada da, misal obyomunuz qalmırsa, bu əsasən incə və qısa tüklü xanımlarda olur. Kimin ki saçı qısadır, amma tüklər çox incədir.
Bax, onu istifadə etdikdən sonra kimin ki tükü çox seyrəkdir və qısadır, həm həcm verəcək, həm də pričoskanı qoyulub saxlayacaq həmin bu sprey. Bəli. Yağlı saç tapılmada siz məndən başlayın. Olsun da. Beləsinə geyinin əyninizə. Əlmə. Daha. Xalat kimi də qabağınızı bağlayın. Dəsmal atarıq, maraton. Və eləş. Yine bir şey xahiş edəcəm. Bunu açın. Bunu götürün. Əsas probleminiz Kəpəkdir, yağlanmadır, diblərin aşırı dərəcə çox yağlanır. Bir də çox kefir, yəni yara kimi olur ən kötüdə. baxmaq istəyən yaxınlaşıb baxa bilərsiniz, uzaqdan da görə bilərsiniz kəpəyi. Yəni kəpəyi yəqin ki görürsünüz. Yaşıl seriyanı istifadə edəcəyik kəpəklənməyə qarşı. Biraz kəpəklər hamısı var. Kimdə ki kəpək aşırı dərəcədədir, xanımda o qədər aşırı dərəcədə deyil, əsasən bəylərdədir. Yaşıl seriyanı ilk istifadədən sonra nə müşahidə olunur bəzi müştərilərdə? Müştəri nəyə şikayət edir? Beylənməyə, yağlanmağa, ən çox da uzan qurulurlar. Yəni bir dəfə müştərimiz istifadə eləyibdi. Məndə bir dəfə başıma gəlmişdi. Kəpəyə qarşı istifadə elədik. Burada aşırı olmadığına görə kimdə ki aşırı dərəcədədir kəpək, səhərsi gün oyananda gördünüz ki, yəni başımız ağappaqdır. Həmin bu seriya nə edir? Kəpəyi bir dəfə götürür. Gün ərzində də baş dərisində kəpək nə qədər dibdə qalıbdırsa, yığılıbdırsa, ölü hüceyrə nə varsa, onun hamısını bir dəfəlik dibdən qaldırır yuxarı. Yəni səhərsi günü birdən başınızda çoxlu kəpək nəsə görsəz, qorxmayın. Yəni bu dibdə olan bütün nə qədər kəpək varsa hamısını qaldırıb yuxarı. Sadəcə bir dəfə şampunla baş yumaq lazımdır ki, üzərinə yığılan bütün kəpəyin hamısı getsin tamamilə. Bircə dəfə. Bir istifadədən artıq görürsünüz ki, tamamilə bütün nə qədər kəpək varsa hamısını çıxardı bizə. Yəni tədricən götürmür, bir dəfəyə götürür hamısını. Mənə lazım olacaq bir dənə saçımızı isladaq, gələk maskanı vuracaq. Gəlin. Şimdi bu maskadan sonra səhər-səhər saçlarım ağaracaq. Yox, sizdə kəpək aşırı dərəcədə deyil. O əsasən aşırı dərəcədə o paltar geyinəndə də üstünə baxırsınız ki, kəpəkdir hər yer. O məndə gəldə olur. O yaysız olmur, daha pis olur məndə. İndi heç olmayacaq. Olmadı, mən bir şeydən götürəcəm özümü. Mənə lazım olur. Bir də uzdara.
Aşağıda bir dənə Günayı deyə bilərsiniz, bizə dəsmal versinlər yuxarı. Deyin yuxarıya dəsmal versinlər. Aparıqlar yumağa gətirməklər. İsti su ilə başınızı yuyanlarınız var aranızda? Ona görə də saçınız uzamırdı. Baş yumaq temperaturu 39 dərəcə maksimumdur. 37-39 dərəcə baş yumaq temperaturudur. Bədəninizi istəyirsiniz 70 dərəcə ilə yuyun, fərqi yox. Amma baş temperaturu maksimum 39-dan yuxarı qalxmamalısınız. 39-dan yuxarı qalxdığınız zaman saçın follikulları çox incə follikuldur. Yəni artıq istiyə dözmürlər. Ona görə də hər dəfə mütəmadi olaraq qaynar su ilə yuduğunuz təqdirdə 1. Kraska qoyursunuzsa kraskanız gedir. 2. Saçınız zədələnməyə başlayır. Bir neçə müddətdən sonra da kakras o saç uclarınız qaynar suya görür. Səbəbini tapır. Mamam öyle o vaxtdan qaynar suyunu ancaq yox. Olmaz. Olmaz. Bura qoyun götürəcəm indi başlayalım. Çox sağ olun. Bunları istifadə edirsiniz quru baş dərisi üçün, qırmızı seriyanı. Yaşıl seriyanı mütləq saçınızı isladırsınız. Təmiz başa yox, yaş saça. Şampunu axırda istifadə edəcəyik. İlk öncə trayektoriya üzrə vururuq. Bəli. Tərkibində biotin və arginin olduğuna görə saçın uclarına da vuracağım. Saçın uclarını da qidalandırmaq üçün. Səbəb nədən ibarətdir? Oradan yəqin ki görürsünüz. Saçın ucları zədəlidir. Həmin o biotinlə arginin bunu da bərpa edəcək. Yəni tək kəpək yox. Saçın zədəsini də aradan götürəcək. Ən sonda Kakrastiki xanım öz rəyini bildirir. Yəni bir şey unutmayın ki, bir profesional seriya ilə işləyəcəksiniz. Vurduğunuz maskanı mütləq yedirməlisiniz. Yəni vurub da biri sığallayıb yox, əməlli başlı baş dərinizə yedirin. 20 dəqiqəyə qədər. 20-25 dəqiqə belə saxlasıb bitərir. Sonra da şampunla yuyur. Əslinə qalsa üzərində yazılı 10-15 dəqiqə yetərlidir. Mən həmişə biraz artıq saxlayıram. Soyuqlaşdırıcı effekt var, çünki nane cövhəri də var tərkibində. Baş dərisi soyuqlaşır, elə bil buzla gəzirsən. Kimidir? Hal-hazırda buz effekti verir. Mentol soyuqluğu. Tərkibində nane cövhəri var. Tərkibində nane cövhəri var. Burada peelinqə ehtiyac yoxdur. Xanımda tökülmə deyil. Əsas kəpəkdir, yağlılıqdır. Tökülməyə daha çox təsir göstərir. Bunu da tökülməyə qarşı istifadə edə bilərsiniz, amma bu sırf tökülməyə qarşı yönəlikdir. Amma tərkibində sadəcə tökülmə deyil də, yəni tərkibi sırf yağlılıq da varsa, kəpək də varsa, amma sırf daha çox kim tökülmə ilə mücadilə aparırsa, qırmızı daha çox məsləhət görür. Yox, 20 dəqiqə qalır. Cəmi 2-3 dəqiqə belə masaj eləyəcəyik, yedirəcəyik. Yəni maska hər yerə yeyilməlidir. Yerdə qalan 15-20 dəqiqəndə xanım sadəcə əyləşəcək. Həmin 20 dəqiqədə də biz keçid eləyəcəyik. Xanımın saçını yuyub maskasını vurarıq. Sabah mən bu yanıqlarım, bu saçlarım geçsəydi, kəstirə qalmışam ki, geçsin. Deyərik gedərlər. Beşlərini yığıb yola salacaq. Daha sonra maskanı götürürsünüz əlinizə. Tərkibində dediyim kimi arginin və biotin var. Saçın uclarında olan quruluğu aradan götürmək üçün.
Dibdə yağlılıq uclardakı quruluğu aradan götürür. Çox funksional bir maskadır. Kuşan qoxusu var. Tələsirəm, baş yumağa imkanım yoxdur. Quru şampunu vururam, tez ukladkamı eləyirəm, qaçıram. Çünki bilirəm ki, axşam üstü başımı yuyacam. Bir də müştərilərim gəldiyi zaman quru şampunu o təqdirdə istifadə edirəm ki, abyomlu bir ukladka eləyirəm. Quru şampun abyomu saxlamaq üçündür. Daraq saçda olan zaman, feni açdığımız zaman artıq feni qoyuruq bir qırağa. Darağı açmadan qabaq darağı qaldırırıq, quru şampunla vururuq. Daha sonra ukladkanı başlayırıq açmağa. Həmin quru şampun qoruyub saxlayır. Lakin müştəri səhərsi günü, yəni bir gündən sonra onsuz da başını yuyacaq. Yəni onu bilirik. Sonra 20 dəqiqə əyləşə bilərsiniz. Gəlin Moykaya. Dəsmallar. Neçə nəfər var? Harda var? Kim harda izləyir? İzleyenler var. Herkese salam. Sorular varsa verə bilərsiniz yəni. İki saat keçib üstündən. 2 saat nədir? 3 şurada deməli çirkli saç. Saçlar 2 saatdən sonra ucu çirklənir. Şöyle çıkırsınız, gəzirsiniz. Yanına sesini alır. Yanına sesini alır. Getir bir sessiz koyun. Başınızdan arkaya. 18'i toydasınız sizdə. Bəli, bazar günü inşallah bir yerdə toydayıq. Mən olmayacağım ama gələcək. Mama qız gələcək. Hə, tanıyıram da mama. İndi bir sprey vuracağım, görərsiniz nətər canlanır. Keçid eləyər spreyi. Yanmıyor, quruluq. Salonda tək gəlin verin, saç baxım edeyim, saçım yanıb, üstündədir saçım, yəni yanmıyor da. Yox, sadəcə quruluq. Amma salonda belə idi. Şampunu biraz buna vurur, uçlarını gedir. Yoxsa evdə buza tökürəm, uçuram. Bunu öyrəndim. Bunu öyrəndim ki, saçım gələn yanmıyor. Mən elə həmişə o sualı fikirləşdim, yanıb mı, yoxsa quruluq? Bir də qanam, saçı çox da qalın deyil, ağzının çoxda tüküm var idi.
Bir ay içində çox qalıb sel kimi gedir. Hər yerdə çox gedir. Özünüz yolursunuz. Yolmamışam. İndi onu da öyrəndim, amma yox. Yolubsa da şanslı başlayır. Ucu da evdə, hər yerdə məndən tükürürlər. Bu da uşaqlamam gəlmir. Usta mənə deyir ki, gəl bunu bir qədər çək. Son vaxtlar yuxunuzda və yaxud da qidavızda hər hansısa dəyişiklik baş verir? Stres sizin üçün işlədir, amma saçlar üçün işləd deyil. Saçımız üçün o çox pis şeydir. Stres olur, sadəcə sakinləşməyi də bacarmaq lazım. Saçım qurudu, yağladı, onu siz bilə bilirsiniz. Mən bilmirəm. Yağlılığı bilmək üçün, yəni ümumiyyətlə kimsə saçının dibinin yağlı olmağını bilmək istəyirsə, yuyandan 3-4 saat sonra əadi əl salfetkasını götürün, əlinizi sildiyiniz kağız salfetka. Bastırın belə 2 dəqiqə saxlayın əlinizlə. Qaldırdığınız zaman belə yumru ləkə görsəz, deməli yağlıdır. Ləkə yoxdursa, deməli yağlı deyil. Yəni saçım parıldamış. Yağlı olmamışsa ondan deyil. Yəni həftədə bir dəfə də yusab bəsdir. Onda yağlı deyil. Hə, bir dəfə yuxunda yağlı. Bir dəfə saçma olur. Mən onu bir həftə saxlayıram. O birisi də göçən qalır. Onu sən saxlayırsan deyil. Hə, yağlanır. Bir dənə tökülməyinə baxarsın. Mən sizə yağlı. Bir də tökülməyinə başlayır. Qırmızı seri. Ondan istifadə edirsən. Şampunu ilə yuduq, maskasını vuracaq, ən sonunda da balzamı. Şampun iki cürdür də deyirsən orada, hə? Bir cür. Sadəcə obyomları fərqlidir. Yəni gördüyünüz kimi maskanı istifadə etdiyim zaman əlimlə girmirəm maskanın içinə. Yox, vegan maskasının başı belədir deyə. O bilən şeylərdir deyə. Sonra gələn bəlkə də deyil. Məndə Maska yalnız da saçın strukturuna, yəni uzunluğuna vurulur. Dibə getmirik. Mən 2 qaşıq maska götürmüşəm, amma qaşığın ucunda da polunu bəs edir. Yəni qidalandırır. balzama ehtiyac yoxdur ki. Axırda vuracaq. Onu da göstərəcəm nətər vurmaq lazımdır. Maskanı belə həftədə sadəcə 1, maksimum 2 dəfə istifadə edəcəksiniz qidalandırmaq üçün. Həvəsə düşdünüz. Şampunla yuduq 2 dəfə. 2 dəfə yuyandan sonra maskanı belə tətbiq edirsiniz. Oxşu uzunluğa dibinə toxunmadan. Saçı bağlayırsınız və gedib bir 15-20 dəqiqə işinizi görürsünüz. Siz də gedib çay için, kofe için dincəlin, istirahət edin. Mən başqa maska istifadə edirəm. Telefon soruşum, maska istifadə edirsiniz, dibə eləmək. Dibə eləmək olmaz. Siz materialından bilirsiniz, mən də eləyəcəm. Onu ancaq üz yanmaqdan yoxsa sorudan. Nə yaxın maskan? Sizə Delicare maskasını istifadə edəcəm. Bəlkə saç vuran var. Hamısı var. Gəlin. Gedək Moykaya. Sən durmamız var burada. Baxarıq. Gəlin görün. Quru. Hamımızın saçı qurudur, yanıq yoxdur sizdə.
Siz tartışsınızsa elastiklik varsa deməli o yanıqdır. Siz belə Şaham yaxşı lazımsınız ha. evdə buna basırdım, mən yaxında oluram. Dedim, ay Allah tərəf tutarmayım. Gedim, məşğul olum, baxdım. İndi saçıza masın eləyəcəm. Yuyacağım da Eliker maskası ilə nəmləndirəcəm. Sonra onları alıp gedeceğim ben. Nə deyirlər? Mən də istəyirdim, amma da yəqin vaxt olmaz. Hər iki dənə modelim gözləmədədir. Suyun temperaturunu hiss eləyirsiniz. Aha. Bax bu temperaturda yumalısınız. Ben buna kaynatıyorum. Ama indi yiyeceğim. Bunu devamlı ilerledikçe kırılma, kuruma olar gelecek yani. Hı. Olsun saç çok sevmem ama en azından sağlam olsun. Olanı heç olmasa qoruyub saxlayın. Mən onu dedim ki, spreyini almışam. O göstərəndə spreyini, o da belə göstərəndə hansı almışam. Olar. Yalnız quru saçlar və yaş saçlara, məncənəm saçlara bunu çoxlaqlı üçün. Onu buranda dilləri lazımdır eləmək, yoxsa yoxuşulara. Ehtiyac yoxdur, o kişi saçın uzunluğu. Yoxuşularına. Sizdən çox söyləyəcəm. Mən hətta saçımı buraya getirdim. Olmaz. Olmaz. Olar Ancaq xüsusi müalicəli maska. Başqa heç bir maska olmaz. Saçınızı tökür sonra. Hı. Mənə də onu istədim. Hı. Çünki tərkibində bərpa edici xüsusiyyətləri var. Onu da öyrəndim. Mən də öyrəndim. Vüqar müəllim, adi kremimi bax, əlimi salıb üzümə çəkirəm, bir də salıb bu üzümə çəkirəm, bir də çəkirəm. Kuzu onu da tərk edəsəm, söz. Həmişə deyirəm ki, sən niyə qaşı qoyurlar? Atıram. Bu masada o da öyrəndim. Onu da köməkli, soğuk düşməyi. O ukladka zamanı buralarınız. Hə. Nəm vurursunuz, sonra ukladka edirsiniz. Ukladkanızın formasını, obyomu qoruyub saxlayır. Bir dənə də yapmışım. Mənim saçıma bax belə məsələn mümkün deyil. Saçım qalxmır. Mən ümid qoyub beləyəm o patkada. Bu qalxmır, yoxdur bu. Sprey bəyə xanım göstərdi. Self spray. Ben onu almışım. Bəs mən də sən olsun, mən neçəsini onu istifadə edirəm. Roza vopş uzunluğadır. Bu sırf həmin o obyomünuz qalmaq üçün. Salona gedəndə özündən aparım. Salona gedəndə aparın, vursunlar. Bu dəniz quzudur da. Həmişə baxıram. Vafli nə qədər tez-tez eləyirsiniz? Yox, 10 gündən bir vaxt olanda. O heç. Ha, bir də Ondan saç tez-tez eləmək- eləsəz Yox, 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 olmaz. eləyərdim. Ha, bu dəniz quzu inandı da. Hı. Saçım da həftədə bir dəfə yuyuram, 5 gündən bir. Heç yanmırlar. Amma çox oram çox qalmadı. 5 dəqiqə əyləşin burada durmayın. Mən çox Yeyəcəm. Çatdırsaq, çünki qoya hamını qutarım. yaxşı. Məndə çox deməli danışır. Bu qırmızılar da mənim başımda göstərir. Qaran onu videosu paylaşır. Peki al. Gəl mən çək edim Vaxta baxmışdınız? Səhv etmirəmsə, bir 10 dəqiqəyə vaxtınız qalmalıdır.
Sizə bu. Yəni çalışıram bütün məhsulları göstərim ki, siz effektini tam görəsiniz. Qırmızı seyranı mənim saçımda göstərir. Maska nə qədər bizə bir saxlanıb durur, sonra maskanı vurulub durur. 15 dəqiqə. Baxım elədiyiniz zaman 10-15 dəqiqə. Hamamda vurursunuzsa 5 dəqiqə tamamilə bəs eləyir.